Salamlar, hər birinizi xoş gördük. Biz çoxdan da video çəkə bilmirdim. Vaxt baxımından 11-lərin artıq imtahanı yaxınlaşır. Ona görə sizi elə bilmir ki, unutmuşam. Hər zaman yadımdasınız. Bugün yenə də qaça-qaç videonu çəkdim ki, paylaşım yararlanasınız. Bugün salamlarımı göndərəcəm Nadirova Aynişan qızımıza, Hüseynova Aylin qızıma salamlar, Məhəmməd balamıza salamlar, Dərya və Dünya qızlarımıza salamlar, Cəbrayıl balama salamlar. Bu arada mən də Cəbrayıllıyam. Bütün Cəbrayıllara da salamlar ayrıca. Züleyxa qızımıza salamlar, Lətifova Nərgiz balamıza, Dövbə qızımıza, Sevinç qızımıza salamlar, Cavadlı Aylin qızımıza salamlar, Məmmədli Gülcahan qızımıza salamlar, Əliyeva Əminə və Nadirova Aynişan. Hər iki qızımıza salamlarımı göndərirəm. Əzizlərim, sevilirsiniz. Hər zaman sizi çox istəyirəm, çox sevirəm. Ola bilsin adlarınızı gecə yaza bilərəm. Ancaq axır əvvəl, yəni ki, yazacağım. Salamlarımı buradan göndərirəm, dəyərlilərim. İstər abunəçim, istər izləyicim, fərq eləməz. Hər birinizə salamlarımı göndərirəm, sevgilərimi göndərirəm və dərsimizi izah etməyə keçək. Ötən dərsimizdə Azərbaycan əhalinin, daha doğrusu urban və ruraldan danışmışdıq Azərbaycanda. İndi isə Azərbaycanda əhalinin sayının dəyişməsi mövzusuna baxacağıq. Burada belə çox da öyrənməli bir mövzu deyil, ancaq xəritə üzrə işdir demək olar ki. Və sualların cavabını verdikcə hər şeyi anlayacaq uşaqlar. Müxtəlif illərdə Azərbaycanda keçirilən əhalinin siyahıya alınması məlumatlarını təhlil edərək A qrafiki tərtib olunmuşdu. Məhz bu qrafikdən söhbət gedir. Bu qrafikə əsasən keçən müddətdə yalnız əhali sayı haqqında deyil, həm də əhalinin məskunlaşması və məşğulluğuna dair məlumatlar əldə etmək mümkündür. Burada gördüyünüz kimi birinci rəqəm göy rəngdə olan əhalinin ümumi sayıdır. Ümumi sayı artır. İkinci əhalinin sayına göstər şəhər əhalisinin sayıdır və üçüncü də kənd əhalisinin sayıdır. Bunları göstərir. Hansı illərdə nə qədər çoxdur? Bunları da müəyyən etmək mümkündür uşaqlar. Burada yenə də həmçinin dəyərlənmə mövzusudur. Dəyərlənmə də izahını verəcəm uşaqlar. İki mövzunun ikisini birdən izah edəcəm. Tapşırıqlarımıza keçək. Burada yenə deyirəm, belə çox da izah olunmalı, danışılmalı bir dərs yoxdur. Ancaq tapşırıqları izah etdikcə hər şeyi öyrənmiş olacaq. Deməli, A qrafikinə əsasən suallara cavab verin. Hər üç göstərici qeyd edilən müddət ərzində dəyişməsini şərh edin. Hər üç göstərici burada qrafikdə fikir versəniz, müxtəlif illərdə həm artmış, müəyyən vaxtlar ərzində həm artmış, həm də azalmışdı. Amma ümumilikdə belə götürsək, illərlə müqayisədə son zamanlar təbii ki artıb, yəni arta gedir. Hansı göstəricilər 1940-50-ci illər arasında azalmışdı və göstəricinin səbəbi nə ola bilər? Biz bilirik ki, həmin dövr ərzində üç göstərici də azalmışdı. Qrafikədə baxsaq, səbəb də ki, dünya müharibəsinin təsiri olmuşdur. İkinci dünya müharibəsinə söhbət gedir. 60-70-ci illərdə ikinci və üçüncü xətt üzrə əhalinin sayında hansı dəyişiklik baş verib, yəni kənd və şəhər əhalisindən söhbət gedir. İkinci və üçüncü xətt. Burada şəhər əhalisinin sayı və kənd əhalisinin sayı ilə bərabərləşmişdi. Həmin illərə diqqətlə baxsanız, bunları görmüş olacaqsınız. Hansı vaxtdan etibarən şəhər, kənd və ölkə əhalisinin sayı demək olar ki, dəyişmir. 2010-cu ildən kənd əhalisi, 2015-ci ildən də şəhər əhalisi demək olar ki, dəyişmir, sabit şəkildə qalır. Ümumilikdə amma insanlar bunu çoxsu bilmir. Şəhər əhalisi Azərbaycanda daha çoxdur kənd əhalisindən. 53% şəhər əhalisidir. 1970-ci illərdən sonra hansı xətt üzrə əhali digərlərinə nisbətən daha da az artır? Səbəb nədir? Burada kənd əhalisidir. Çünki kəndlərdən şəhərlərə köçürlər. Kəndlərdə işsizlikdir. İnsan belə deyək də həyatının daha səmərəli yaşayış üçün şərait yoxdur. Kəndlərdə iş yerləri məhduddur. Ona görə də insanlar şəhər yerlərinə üst tuturlar, yaxşı həyat şəraiti yaşamaqdan ötürü. İkinci xətt üzrə əhalinin sayının çox olması məskunlaşmaya necə təsir edir? Əhalinin sayının artması çox hissəsi şəhərlərdə cəmlənməsi ilə nəticələnir. Bu da şəhərdə demək olar ki, yəni atmosferi olsun, istər torpaq olsun, istər yəni hər bir şeyə insanların iş yerlərini məhdudluğuna gətirir, çıxarır. Bu da yaxşı bir şey deyil. Təbii ki, pis bir nəticə ilə sonlanır. Deməli, sizcə 2000-ci ildən sonra əhalinin məşğulluğunda hansı dəyişikliklər baş vermişdi? Fikrinizi əsaslandırın. 2000-ci ildən sonra əhalinin əsas hissəsini şəhər əhalisi təşkil edib gördüyünüz kimi və əhalinin daha çox sənaye, xidmət sahələrində məşğulluğunu artmasına səbəb olmuşdur. Çünki şəhərlərdə inkişaf edən sahələr, məhz bu sahələr daha yaxşı inkişaf edir.
Değerlendirmə. Xəritəyə səslən suallara cavab verin. Rayonlar burada 4 rəqəmi Culfa, 5 Şəmkir, 9 Quba və 10 Kürdəmir. Rayon mərkəzi olmayan şəhərlər. Yəni sırf şəhərdir. Bunlar hansı bir rayonun mərkəzi deyil. Keçən dəfə də izah eləmişdim mən sizə ki, bəzi rayonlar var ki, mərkəzi şəhərdir. Amma bəzi şəhərlər var ki, rayon mərkəzi deyil, birbaşa şəhərdir. Məsəl üçün Bakı şəhərdir. Hansı bir rayonun mərkəzi deyil. Amma məsəl üçün Xaçmaz rayonunun mərkəzi Xaçmaz şəhəridir. Xankəndi birbaşa şəhər, Sumqayıt, Bakı, Gəncə, Naxçıvan, Şirvan bunlar sırf şəhərdir, rayon deyillər. Ən çox və ən az əhali artımı olan məntəqələr səhifə 53-də bu xəritədən istifadə edəcəksiniz. Azərbaycan əhali artımı xəritəsindən istifadə edir. Əhali ən çox artım 1, ən az artım 2, 3, 4. Hansı məntəqələrdə əhalində çoxlu sayda kənd var? Kənd var 4, 5, 9, 10-da inzibati rayonlarında kənd daha çoxdur. 3, 4, 7 rəqəmlərlə verilmiş məntəqələr arasında xidmət yox, arasında idarə etmə piramidasını qurun. Bu da piramidanı artıq mən qurmadım, amma keçən dərsimizdə bu piramidanı qurmuşdum. O şəkildə də qeyd edərsiniz. Hansı məntəqənin ətrafındakı rayonlarda ağıllı kənd layihələri? Çünki işğaldan azad olmuş ərazilərdə yerləşir. Rayonlardan birində söhbət bilirik ki, Zəngilandan gedir. Zəngilan rayonunda ağıllı kənd layihəsi həyata keçirilmiş. Şirkət əhalinin sayını almasının nəticələrini təhlil etdi. Layihə çərçivəsində aşağıda verilən obyektlər inşa edildi. Hansıdır? Məsəl üçün burada yaşayış binaları. Yaşayış binalarında nə nəzərdə tutulur? Bunun hamısını şablon formasında köçürməyin dəftərinizə. Xüsusi şeyləri yazın. Ağıllı kənddən yazın. Burada yaşayış binaları qarşısına əhalinin sayı nəzərə alınmalıdır. Təbii ki, bağça məktəb kompleksidirsə, təbii ki, yaş tərkibi nəzərə alınmalıdır. Xəstəxanadırsa, yenə əhali sayı, yaş tərkibi, market əhalinin sayının, əyləncə mərkəzi isə əhalinin sayı, yaş və cins tərkibindən istifadə edilir. Bu kimi məlumatlardan quraşdırılarkən istifadə edilir. Belə, bu qədər bugünkü dərsimizin sonu. Hər birinizə uğurlar arzu oluram. Çalışacağım bazar günü yeni videomuzu çəkim, sizlərlə paylaşım. Ola bilsin ki, əgər çatdıra bilsəm, sabahda yeni video çəkib sizlərlə paylaşacağım. Yəni, dəqiq bilirəm ki, proqramdan çox güman ki, geridəyik. Artıq bitmək üzrədir demək olar ki, kitab. Sağ olun, gələn dərsimizdə görüşərik.